Rakiple karşı karşıya kaldığı zaman rakibin gözlerini mi daha çok istiyor, bedenini mi? Mənim adımı deyəndə Çingiz Allahov ringə gedəndə mənim adım deyəndə mən Большая arena çıxanda özümün Marat Grigoryan, Sidci Çay, Superbon axırıncı mən gözümdən buraxmırdım onları. Mənim adımı deyəndən sonra onların gözünə baxa-baxa gəlirdim. Uzaqdan gəlib gözünə baxırdım. Ta soyunma odasından ismi çəkildiyindən bəri ta soyunma odasından rakibini izləyərək gəlir. Gözünü rakibdən çəkib Grigoryanın gözlərini görəndə mən buraxmırdım onu. Ringə çıxanda gözünə baxırdım hər dəfə. Prosta настолько ya prosta ürəklə istəyirdim bu döyüşləri, gücüm də içində idi, onu buraxmaq istəyirdim. Hamımız bilməli bir moment var yaşayışda. Allahın özünün planı var bizə. Elə olmuşdu, bir həftə qala, döyüş qalağa mənim elə formam var idi, heç kimdə elə forma olmamışdı doğrudan. Superbondan qabaqda 100 dəfə Superbondan güclü idim. Amma döyüş qalağı çox şey oldu. Ona görə də biraz mentallə aşağı düşdüm, o da psixolojik, o number one to the fight. Döyüşdə birincidir, psixolojik. Analiz. Antrenman böyük işdir, sən başınla, kafadan hazır olmasan o böyük problemdir. Sən çıxa bilərsən, uca bilərsən, səndən stresli, stabil səfərlik keçirlər. Yani sen iyi antrenman yapabilirsin, güçlü antrenman yapabilirsin. Ama kafayla hazır, o psikoloji hazır olmadığında kendinden zayıfa da kaybediyorsun. Zor.